Yeni tikililərdə mən fikir verirəm. O belə deyək də eyvan məsələsi də biz xalq arasında necə balkonda, yəni həmin hissələrə ya belə uzunsov bir şey verirlər orada yenə, ya da ki təmiz elə bir şey verirlər ki, yəni onu verməsələr ondan yaxşıdır. Yəni çox mənasız, istifadəsiz bir şey olur. Bir balkon deyirlər adına. Yəni bir-iki layihədə ancaq mən görmüşəm ki, Azərbaycanda bir-iki layihədə var. Çox xoşuma gəlib. Sanki bir oturmaq üçün hətta yer kimi çox gözəldir, ediblər. Amma digərlərində görürəm ki, yoxdur. Yəni bizə belə deyim, eyvan lazım deyil. İndiki şəraitdə bizə eyvan lazım deyil. Niyə? Çünki binaların bir-birinə tikintisi o qədər yaxındır ki, eyvandan eyvana belə deyək də yol salsaq keçib qonşu ilə salamlaşmaq olacaq. Rahat keçmək Bu bir. olar. İkinci, eyvanı biz kvadraturaya daxil edirik deyə satışda. Ona görə böyük həcmli eyvanlarda olan mənzillər çox da satılmır. Çünki kvadratura, o segmentasiya gedəndə premiumlarda gedir. Premiumlarda Premiumlarda hardasa nisbətən balkonları, eyvanları istifadə eləmək olur. Amma ümumilikdə götürəndə eyvanlar nə üçün nəzərdə tutulub? Çıxıb hava almaq üçün, dincəlmək üçün və yaxud da ki bir seyr etmək üçün də haranı seyr edəcəksiniz? Qonşunun evini. Qonşunun evləri çıxır. Yəni tikinti prosesində o qədər minuslarımız var ki bizim. Onun da cəzasını mı deyim, ya alan adamlar ödəyir. Özdə çox küllü miqdarda pulla ödəyirlər.